Mən də belə izlədim onu. Musanın, Təranənin qızı, belə deyim də, Qumral. Aparıcı ona deyir, yox sən canlı oxumalısan, canlı oxumalısan, canlı, canlı, canlı. O da sözlərdən çıxmadı və Qumral, Təranə Qumralı və Musa Musayevin qızı canlı bir mahnı oxudu. Amma pis oxumadı, yaxşı oxudu. Təbii ki, bu mən istinad edirəm Publika.az-a. Bir verilişdə qonaq olub, təbii ki, deyiblər ki, oxu, o da oxuyub və tamaşaçılar, izləyicilər tərəfindən deyir, bir mənalı qarşılanmayıb. Yəni belə dedikodular yaranıb. Ay, yaxşı oxumadı, biri deyib yaxşı oxudu, biri deyib yox gözəl oxudu, biri deyib yox gözəl oxumadı. Bildiriblər də, tənqidlər yazıblar səsi və ifası ilə bağlı, amma mən dinlədim, pis deyildi, yaxşı idi. Yəni deyir, mən ilk dəfədir canlı ifa edirəm, TV-də, televiziyada. Özü də dedi, ilk dəfədir canlı ifa edirəm, amma valla o çoxlarından qat-qat yaxşı oxudu.